qiymətin qalxması gözləniləndir. Yəni bu qiymətin qalxmasına dair hər hansı bir təhlillər artıq aparılır, yoxsa hər iki sürücülər rahat ola bilər? Qiymət siyasəti yenə dediyim kimi, yəni AYNA tərəfindən tənzimlənmir. Yəni Tiflisdə mərkəz zona 2 manatdır, bizdə 1 manatdır. Ödənişli parkinqdən yığılan vəsait hara xərclənir? Nəqliyyat infrastrukturunun inkişafına da, yəni xərclənən həmin vəsaitlər. Mən yenə də maşınla gələcəm. Mənim üçün yaxşı alternativ yoxdur. Mən məcburam bu pulu ödəməyə. Sizin maşınınız sizin məsuliyyətinizdir. Qərarda göstərilib Gəncə və Sumqayıtda da ödənişli parklanma zonaları təşkil edilir. Gəncədən izləyənlər deyəcək ki, əl çəkin bizdən. Bizdə hər şey yaxşıdır. Salam dostlar, artıq 2 ildir Bakı sakinləri küçələrdə bax belə nişanlara rast gəlirlər. Bu ödənişli parklamanı qeyd edən nişandır. Biz 2023-cü ildə bu təzə tətbiq olunanda bu haqda vlog da çəkdik. Yenə də bu vlogun qonağı AYNA-nın nümayəndəsi olacaq və paralel olaraq da Rauf Ağa Mirzəyev yenə də bu videonun qonağı olacaq. Bilirəm ki, bu videoya baxan sürücülər də çox güman yerlərdə də yazacaqlar ki, bu ödənişli parklanmaq da lazım deyildi. Yenə də dövlət bizdən pul qopardır, hər şeydən pul qopardır. Bilirəm ki, belə rəylər olacaq. Hələ də 2 il keçməsinə baxmayaraq bu fikirlər səslənir, amma özüm də bir sürücü olaraq da deyə bilərəm ki, həqiqətən ödənişli parklama gələndən sonra şəhərdə yer tutan baxımda ha rahat olub. Bir sözlə parklamaya aid bir çox suallara çalışacaq məhz bu videoda cavab verək və cavab tapmasanız şərh bölməsində fikrinizi yaza bilərsiniz. Çalışacağım, heç olmasa orada bax sizin sualınıza cavab verim və hər zaman olduğu kimi qeyd edirəm ki, bax bu videolar sizə maraqlıdırsa, bizim işimizə dəstək göstərmək istəyirsinizsə, bizim Patreon və Kofal platformasında iyalələr göndərə bilərsiniz. Bu da vlogun inkişafına dəstək olacaq və yeni videolara buraxmamaq üçün ilk növbədə bax kanala əgər abunə olmamışsınızsa, indi abunə olun ki, növbəti video çıxanda ilk növbədə məhz siz biləsiniz. Bir isə uzatmadan başlayırıq. Baxa görə bugün Bakının ödənişli parklanması nə vəziyyətdədir və planlar nədədir? Başlayırıq. Yadımdadır ki, bu qəbul olunanda böyük bir xəritə təqdim olundu. Orada zonalar var idi. Birinci zona, ikinci zona. Səhvləmirəmsə 4 zonadır. 5 zona. Hətta 5 zona. 4 ödənişli, 1 ödənişsiz. Hə. Deməli, bu zonalara dair mən düşündüm ki, 2 il ərzində artıq hər bir zonada, hər bir küçədə artıq parklanma, yəni ödənişli olacaq və nişanlar quraşdırılacaq, tariflər müəyyən olacaq. Amma fikir verirəm ki, məsəl üçün bir zona var. Həmin zonada, hətta birinci zonada belə küçələr var ki, bir zonada parklama ödənişlidir, digərində isə ödənişsizdir. Yəni ödənişsiz nə barədə? Yəni orada heç bir nişan, yəni bu parklama xəttləri nəzərdə tutulmur. Yəni bu necə müəyyən olunur? Yəni necə qərar olunur ki, bu küçə ödənişlidir, o küçə ödənişsizdir? Yəni bu kriteriyalar nədir burada? Əslində elə bir yanaşma yoxdur. Yəni əgərsə zona ödənişlidirsə, orada yəni bütün parklama məntəqələri ödənişli olacaq. Bir anlayış da var ki, yəni biz küçədə parklama məntəqəsini təşkil edəndə infrastruktur yəni önəmli rol oynayır. Elə yer var ki, tutalım orada 327 nişanı da yoxdur, parklama da yoxdur. Amma yol hərəkəti haqqında qanunda da var ki, heç bir nişan yoxdursa, bir üfüqli nişanlanma xəttilə 3 metrdən az məsafə qalanda dayanma qadağandır. Yəni sürücülərin təəssüflər olsun ki, çoxsu da bu qaydaları bilmirlər. Nişanı görürlər, nişan yoxdur, deməli saxlamaq olar, gəlib saxlayırlar orada. Yəni o demək deyil ki, həmin o məntəqədə, həmin o ərazidə ödənişsiz pulsuzdur. Yəni parklanma pulsuzdur. Elə küçələr var ki, bu infrastruktur baxımından əlverişsizdir deyənə. Yəni xəttənmə çəkmək olmur, asfalt örtüyü yoxdur, nişanı quraşdırmağa yer olmur. Yəni onun baxımından ki, yəni biz gələcəkdə infrastrukturda hər hansı bir dəyişiklik olanda həmin ərazilər də parklanma, yəni şərt deyil ki, parklanma məntəqəsi olsun. Əgərsə təşkil olunacaq parklanma məntəqəsi yolda sıxlıq yaradacaqsa, orada mütləq şəkildə yəni dayanmanı qadağan 3 metr nişanı qoyulur. Yəni tənzimlənmə olsun da, sıxlığı aradan qaldırılır. 2 il ərzində sən hər hansı bir dəyişiklik görürsən, yəni bu parklanma xaosu biraz azalda bildimi, yoxsa? Ümumi olaraq müsbət bir qərardır, amma düşünürəm təkmilləşdirməsinə ehtiyac var və həmən o dayanıqlı şəhərin mobillik prinsiplərinə əsaslansa, biri çəkindirən alətdir, zona saatlıq parking sistemi, əvəz edən ictimai nəqliyyat və təkmilləşdirən həmən ictimai nəqliyyatın üstünlüyün təmin olunmasıdır. Bizdə ilkin olaraq qərar veriləndə zaten qiymət məsələsinə baxdıqda həmən dövrdə bizdə Tiflisdən 2 dəfə ucuzdur. Yəni Tiflisdə mərkəz zona 2 manatdır, bizdə 1 manatdır. Yəni bu mənada düşünürəm hələ qiymətin artırılması məsələsi gündəm ola bilər. Digər məsələ odur ki, nəzarətə düşünürəm ki, 2 il ərzində biraz da boşluqlar görülür. Xüsusən də bu icazə verilməyən yerlərdə parklanma, əlillərin yerində parklanma, deyək ki, piyada səkilərində, məhəllə girişlərində, ikinci zolaqda
bu kimi hallar və yaxud ümumi adacıq kimi qeyd olunan sahələrdə parklanma biz müşahidə edirik və bu da ümumi islahatın bəlkə də boşluqlarıdır. Amma bütöv baxsaq, bu xaotik bir parklanmanı nizamlı bir parklanmaya gətirib çıxardıb və ən önəmlisi odur ki, rəqəmsal bir alətlə artıq heç bir insan faktoru olmadan insanlar mobil tətbiq üzərindən özləri öz parklanmasını idarə edə bilirlər və hər hansı bir problem olduğu təqdirdə də müvafiq olaraq qaynar xəttlə bu problemi həll edə bilərlər. Deməli, biz mərkəzi zonadayıq, bura Nizami küçəsidir və burada 1 saatı 1 manatdır da, ən bahalı yer buradır məhz. İndi sual, bax, bu 1 saat 1 manat, bu qiymət necə müəyyən olunur, kim müəyyən edir bunu? Yəni, bu zonalar necə bölünür, hansı kriteriyalar var ki, siz məsəl üçün ona əsasən deyə bilərsiniz ki, filan yerdə qiymət bu olmalıdır, digər yerdə daha ucuz olmalıdır. Belə deyim, bu qiymət siyasəti Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur. Bu 213 nömrəli qərarda zonalar üzrə, yəni 5 zonaya bölünür. Yəni 4 ödənişli zonadır, biri ödənişsiz zonadır. Orada belə deyim, konkret olaraq küçələrin adları ilə göstərilib ki, yəni mərkəzi zona hansı küçələri əhatə edir, yəni birinci zonada hansı küçələri əhatə edir. Belə deyim, onlar çox güman ki, daha çox tələbat olan, yəni hardakı daha çox sıxlıq, daha çox tələbat var, vətəndaşların daha çox toplandığı yerlər var. Necə ki, bu reklam məsələlərində də eyni qaydada, yəni zonalara bölünür. Yəni şəhər mərkəzinin yüklülüyünə görə, daha çox tələbat olan yerə görə. Çünki bu bilirsiniz, bu parklanma məntəqələri ümumiyyətlə cəlb etmə məntəqələri kimi fəaliyyət göstərir. Əsasən tənzimləmə rolunu oynayır. Siz qeyd edəcəksiniz ki, tarifləri Nazirlər Kabineti qərar verir. Bu hardasa tarif şurası kimi bir orqanda da, yəni özü qərar verir, amma bunun analitikasının arxasında da nəsə bir olmalıdır. Yəni siz tərəfdən hər hansı bir təkliflər mi gəlir? Çünki insanlar narahatdır ki, sabah yenə də qiymətlər qalxa bilər. Hər şeyə zaten qiymət qalxır və parkinqə də qiymət qalxacaq. Yəni belə fikirlər var, belə fikirlər var ki, sabah 30 qəpik, 40 qəpik yox, hər yerdə 1 manat olacaq. Yəni bu qiymətin qalxmasına dair hər hansı bir təhlillər artıq aparılır, yoxsa hələ ki sürücülər rahat ola bilər? Yox, qiymət siyasəti yenə dediyim kimi, yəni ayna tərəfindən tənzimlənmir. Yəni biz mövcud belə deyim, qanunvericiliyin tələblərinə uyğun parklanma məntəqələrini təşkil edirik. Əsas bizim üzərimizə düşən burada öhdəlik təşkil olunmuş məntəqələrin həm təşkili, həm də onların idarə olunmasıdır. Yəni bu bir məlumat da yoxdur onunla bağlı. Qiymətlər yəni mövcud qanunvericilikdə hansı formadadirsə, o formada da idarə olunur, yəni təşkil olunur. Yadıma gəlir ki, keçən 2 il əvvəl blok çəkəndə Tərlan bəy qeyd eləmişdi ki, ilkin hesablamana görə mərkəzi zonada parklanma 2 manat olmalıdır. Necə sən deyirsən, Tiflisdə elədir. İndi mən yenə də sual yanır. Ehtimal var ki, 1 ildən sonra, yəni 3 ildən sonra parklama zonaları yenə, parking tərifləri yenə qalxacaq. Yəni, ola bilsin ki, bizdə də parklama 2 manat olsun. Mən düşünürəm ki, adın üstündədir. Çəkindirici alət, çəkindirici olması üçün onun qiyməti yüksək olmalıdır ki, insanlar çox zəruri hal deyilsə, şəhər mərkəzinə avtomobillə gəlməsinlər. Əgər zəruri haldırsa, gəlsinlər. Və bunun da çəkindirən elementlərindən biri parkinqdir və onun zona saatlıq tarifidir. Bunun qalxmaq məsələsi düşünürəm ki, bu zamanın bəlkə də tələbi olacaq və yaxın illərdə qiymətin qalxması gözləniləndir. Çünki eyni proseslər biz qonşu ölkələrdə Avropanın tez-tez müqayisə edirik, amma yaxın qonşu şəhərlərdə də eyni prosesləri müşahidə edirik. Dostlar, parklamadan danışaraq mən çox vacib bir mövzuya toxunmaq istəyirəm. Bu haqda sosial mediada daha çox danışılır, jurnalistlər hətta bu haqda reportajlar da çəkir. Bakıda ən böyük problemlərdən odur ki, bugün harda geniş səki var, mütləq onu kəsib parking yeri kimi görürlər və biz hətta belə bir kiçik bir hashtag da yaratmışıq ki, səkimizi yeməyin. Yəni o mənada ki, yəni səkiləri maşınlar üçün bax qurban verməyin. Zaten bir çox səkilərimiz dardır və indi olduğum Nizami küçəsində hətta bunun əks belə misalı var. Fikir verin, bax burada hətta xətləmədən görünür ki,
burada əvvəllər bura kəsilmişdi, bura parkinq yeri olmuşdu, amma sonradan bax bu bərpa olundu. Və bu çox yaxşı bir misaldır ki, artıq səkilər öz sahiblərinə qayıdır. Həqiqətən səkilər piyadalar üçündür, avtomobil yolların yeri məhz budur. Paralel parklanma da təşkil olunanda məhz hərəkət hissəsindən təşkil olunmalıdır. Çünki zaten Bakıda səki problemi çox böyük bir problemdir. Bu haqda da biz dəfələr danışmışıq. Elə Rafun özünlə bu haqda vlog çəkdik. Çünki bir çox küçələrdə ümumiyyətlə səki yoxdur. Olan küçələrdə isə səkiləri kəsib parkinq edirik. Burada bunun əksi misalı var. Parkinqdən nə qədərsə pul yığılır, kifayət qədər məncə böyük bir pullar yığılır və bu pullar hara xərclənir? Yəni bu dövlət büdcəsinə birbaşa mı gedirmi, yoxsa ayına özü bunu necəsə parçalayırmı, yəni hansı xidmətlərə nə gedəcək? Bununla bağlı prezidentin fərmanı da var, 2023-cü ilin fərmanı ki, hansı ki, parklanma məntəqələrinin bu vəsaitlər parklanma məntəqələrinin təşkilinə, onların saxlanılmasına, nəinki parklanma məntəqələri, nəqliyyat infrastrukturunun inkişafına da xərclənən həmin vəsaitlər, yəni nişanların quraşdırılmağıdır, belə bir infrastruktur dedikdə, yol nişanlanma xəttlərinin çəkilməyidir. Bunların da istismar müddətləri olur, yəni müəyyən müddətdən sonra silindən sonra saxlama deyilən anlayış, yəni o silindikdən sonra onların yenidən bərpasıdır. Bu yalnız parklanmaya aid nişanlanmadan söhbət gedir, yoxsa bütün Bakı üzrə nişanlar ya da bütün ölkə üzrə bütün nişanlar? Yəni qanunvericilikdə də sırf öz şeyə də toxunulub ki, yəni avtobus ictimai nəqliyyat üçün təşkil olunan zolaqların, yol nişanlarının quraşdırılması, onların ümumiyyətlə infrastrukturun təşkilinə də xərclənir. Təkcə parklanma məntəqəsi deyil. Burada sadəcə fürsətdən istifadə edib qeyd etmək istəyərdim ki, yəni son 1 ildə islahatlar gedib, avtobus zolaqları, mikromobillik zolaqları çəkilib, parklanma da bunun bir hissəsidir. Amma həmin avtobus zolaqlarının çəkilməsi ilə yanaşı onların daha sürətli svetofordan keçməsi üçün yaşıl dalğanın məhz avtobusa münasibətdə təşkili önəmlidir. Həmçinin də şəhərin daxilində 300 metrdən bir dayanacaqların təşkili və bu dayanacaqların insanların ehtiyacına uyğun olaraq küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün eyni səviyyəli zebralı keçidlərin də sayı da buna müvafiq olaraq bu məsafədə olmalıdır ki, bu birbaşa prioritetə təsir edəcək. Əgər biz bu günə qədər avtomobil üçün hər bir şey etmişiksə, avtomobilin rahat hərəkəti və saxlaması üçün, bu da insanların prioritetin daha çox avtomobilə tərəf yönəldib. Amma bu dəyişirsə, buna müvafiq olaraq qeyd olunan məqamlara da diqqət ayırmaq lazımdır. Və Bakı küçələrində daha bir hörmətsiz element bu təhlükəsizlik adacığıdır. Və fikir verin, burada adacıqdır. Bu adacıqdır ki, burada parkinq yeri deyil. Çünki burada ağacdır və burada artıq parkinq üçün yer yoxdur deyə, kifayət qədər yer yoxdur deyə burada adacıq eləyiblər. Amma biz görürük ki, burada artıq avtomobil saxlayıb və adacıq zəbt edib və beləliklə görürsünüz, hərəkət hissəsinin bir zolağını artıq götürüb özü üçün. Yəni belə olmaz da. Yəni burada artıq hərəkət hissəsidir və bu avtomobil baxmayaraq ki, kiçik bir avtomobildir və burada deyərsiniz ki, indi tıxac falan yoxdur, amma bu bir qayda pozuntusudur. Bu parkinq idarələrinin ASParking yalnız ödəniş etməyənlərin cəriməsini yaza bilər. Amma bu necəsə kompleks şəkildə bunu necə qaydaya salmaq olar ki, hətta səkidə park edənləri, xüsusilə də bax piyadaların yollarını zəbt eləyən, kəsən, bax bu sürücülərə qarşı tədbirlər görürsün. Çünki məncə bu get-gedə daha böyük bir problemə çevrilir. Belə deyim, cərimə tədbirləri amma biz tərəfdən icra edilə bilmir. Çünki bizim səlahiyyətlərimiz xaricindədir. Bu səkilərdə ümumiyyətlə nəqliyyat vasitələrinin parklanmasına hər hansı bir müdaxilə olunması. Ona görə biz vətəndaşlarımızdan ancaq xahiş edə bilərik ki, səkilərdə nəqliyyat vasitələrinin ümumiyyətlə park etməsinlər. Yəni bu həm belə deyim, özümüzə də ziyandır, vətəndaşlara da ziyandır, təhlükədir. Amma hüquqi baza bunun üçün yoxdur. Hüquqi tərəfdən bizim belə bir səlahiyyətimiz yoxdur müdaxilə etmək. Bu səbəbdən biz ancaq belə deyim, informasiya xarakterli xahiş edə bilərik vətəndaşlardan. Və eyni zamanda küçənin bu başına fikir verin, orada təhlükəsizlik adacığıdır və adacığın üstündə saxlayan kim, ikinci cərgədə saxlayan kim, yəni görünür ki, burada tamamilə nizamlanmayan xaotik bir vəziyyətdir, baxmayaraq ki, burada rəsmi bilinçli parklanmadır. Yəni nəzarət olmayanda vəziyyət də belə olacaq. Parkovçular vaxtında da belə idi, indi də belədir. Bütün bunlara baxmayaraq biz deyirik, yaxşı ictimai nəqliyyat eləməyə çalışırıq, insanları avtomobildən velosipedə və yaxud ki, ictimai nəqliyyata yönəltməyə çalışırıq. Bunun hamısı buna baxmayaraq yenə də maşınların sayı artır. Nə qədər ödənişli parklanma ilə insanlar deyir ki, mən yenə də maşınla gələcəm, mənim üçün yaxşı alternativ yoxdur, mən məcburam bu pulu ödəməyə. Və statistika onu göstərir ki, bu yaxınlarda da xəbər gördüm, qabağıma çıxdı ki, yəni avtomobillərin sayı 2 milyona yaxınlaşır, belə yazırlar. Yəni, belə çıxır ki, biz bunun qabağını ödənişli parklanma ilə ala bilmərik, yoxsa ala bilərik? Məncə,
müəyyən bir dünya nümunələri var. Məsələn, Yaponiya nümunəsi avtomobilin alışından öncə sizdən tələb edir ki, rayona uyğun olaraq birinci avtomobilin ölçüsünə müdaxilə edə bilirlər və harda saxlayacağınız barədə 1 illik bir sənəd istəyirlər. Ki siz öncədən, yəni sizin maşınınız sizin məsuliyyətinizdir. Öncədən siz harda saxlayacağınızı alışda artıq bu tələb kimi sizin qarşınızda qoyulur. Və düşünürəm ki, bizdə də buna doğru bir addımlar atılmalıdır. İnsanlar avtomobil ala bilər, amma onu harda saxlayacağını öncədən artıq düşünməlidirlər və şəhərdə də zaten mərkəzdə bu küçələrdə artıq bu nizamlanıbsa, şəhər ətrafında, məhəllələrin yaxınlığında bir parking sahələrinin də yaradılmasına ehtiyac var ki, məhəllələr də azad olunsun. İnsanlar hansı ki, orada yaşayır, həm məhəllə cəmaatı, həm uşaqlar da rahat istirahət edə bilsinlər. Və digər bir məsələ odur ki, burada da bir manipulyasiv məqam var. Azərbaycanda avtomobil sayı artır deyə insanları qorxutmayaq. Azərbaycanda 1000 nəfərə düşən sayla Avropadakı müqayisə aparsaq azdır. Amma bizdə əsas məsələ odur ki, o həmən az olan avtomobillə gün ərzində qısa məsafə ilə hərəkət edənlərin sayı çoxdur. Bax, biz bunu dəyişə bilsək, insanın avtomobili var, problem deyil. Amma gün ərzində onu istifadə zəruriyyəti olmasın. İnsanlar daha çox fərqli hərəkət növləri ilə hərəkət etməlidirlər və bu hərəkət üçün də şərait daha sürətlə yaradılmalıdır. Bu yaxınlar biz Sumqayıtdan da vlog çəkmişdik və əslində Sumqayıtda da fikir verdik ki, artıq xaotik parklanma, ikinci cərgədə park edənlər, kifayət qədər problem orada da yavaş-yavaş qızışmağa başlayır. Amma bu 2023-cü ilin qərarında qeyd olunmuşdu ki, Sumqayıt və Gəncədən də bu arada vlog var. Orada da nəzərdə tutulub ödənişli parkinq olub. Amma mən hələ də Gəncədə, Sumqayıtda parklanma əvəzində parkovşik görürəm. Sual odur ki, yəni ümumiyyətlə bu şəhərlərdə tətbiq edilməsi niyə ləngiyib, niyə 2 il keçib hələ də həmin şəhərlərdə nizamlanan parklanma yoxdur? Belə deyim, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin öhdəliyində qanunvericilikdə ancaq Bakı şəhərində parklanma məntəqələrinin təşkili və idarə edilməsidir. Bu əslində qərarda göstərilib Gəncə və Sumqayıtda da ödənişli parklanma zonaları təşkili. Amma aidiyyatı dövlət qurumu müraciəti əsasında, yəni Daxili İşlər Nazirliyinin öhdəliyində də hazırda orada parklanma məntəqələrinin təşkili idarə olunmaq. Orada yalnız bizim öhdəliyimizdə yol nişanlarının belə təşkilində biz köməklik göstərəcəyik. İdarə olunması, yerlərinin müəyyən olunması, əsasən də yəni parklanma məntəqələrinin yerlərinin müəyyən olunması aidiyyatı qurum tərəfindən həyata keçirilir. Düzdür, bizdə indi Gəncədən, Sumqayıtdan izləyənlər deyəcəklər ki, əl çəkin bizim şəhərlərdən bizdə hər şey yaxşıdır. Amma onu da xatırlayım ki, Bakıda parkovşik dövrü olanda o vaxtda deyirdik hər şey yaxşıdır, 1 manat verirəm, ödəyirəm, amma heç kəsin elə bil yadına gəlmir ki, yer tapmaq qeyri-mümkün idi. Hələ də şərhlər oxuyuram, bəlkə də sən də rastlaşmısan ki, xəbərlərdə hətta bəzi nəqliyyat ekspertləri belə deyir ki, ümumiyyətlə bizim cəmiyyətdə, bizim şəhərlərdə heç vaxt avtomobildən imtina eləmək mümkün deyil, yəni mümkün olmayacaq. Yəni hər zaman bax bizim Azərbaycan vətəndaşı avtomobilsiz yaşaya bilməz. Yəni bizim üçün avtomobil müqəddəsdir. Səncə bu stereotipi qıra biləcək yoxsa yox? Bir avtomobilə bağlılıq postsovet məkanında daha çox müşahidə olunur və bu da səbəb deyil, bu nəticədir. Çünki Sovetlər dönəmində şəxsi əmlaka sahiblənmə bir limitli idi və insanlar biraz buna meyillidirlər. Düşünürəm ki, 20 il daha çox bunu müşahidə edirik və bu artıq doyma vaxtıdır və avtomobildən daha çox, çünki daha çox avtomobillə hərəkət bu gün artıq problemlər yaradır şəhər üçün. Həm ekoloji problemlər, həm səs kirliliyi, hansı ki birbaşa insanın ömrünə təsir edir. Ən çox stres və aqressiv mühit yaradır. Ona görə bunun nizamlanmasına və insanlar özləri də bunun iştirakçısı olmalıdır bunun nizamlanmasına. Avtomobilinizin olması problem deyil, amma gün ərzində imkan daxilində daha az ondan istifadə edin. İndiki mərhələ ilə baş verən o dəyişikliklərə daha uyğunlaşma yönündə iş görün. Yəni eyni dalğada olun. Əgər şəhərin mərkəzində artıq hərəkət etmək avtomobillə problemlidirsə, ən yaxın məntəqədə park edib müəyyən məsafəni artıq alternativ növlərlə, yəni piyada, mikromobillik, ictimai nəqliyyatla hərəkət edin ki, bu
stressdən siz də qurtula bilərsiniz və inandırım ki, bir çox avtomobildən imtina edənlərlə söhbət əsnasında onlar deyir ki, biz stressdən elə bil qurtulmuşuq. Yəni avtomobil doğrudan da alanda komfort niyyəti ilə alınırsa, amma bugünkü reallıqda bu daha çox stres gətirir və daha çox insanın vaxtının itirilməsinə səbəb olur. Bu qədər dostlar, bugün nəşri parklama haqqında danışdıq. Həm rəsmi mövqeyini öyrəndik, həm də bizim hörmətli Rauf Ağa Mirzəyev bu haqda danışdı və biz yenə də nəyi görürük? Mən sizə müxtəlif misallar da göstərdim. Bəli, ödənişli parklanma nisbətən xaosun vəziyyətini qarşısını ala bildi, xüsusilə də şəhərin mərkəzində. Amma yenə də hətta şəhərin mərkəzində problemləri görürük. Səkidə saxlayanlar var, piyadaların yolunu qarşısına alanlar var, ikinci cərgədə saxlayanlar var və burada ilk növbədə nəzarət olmalıdır. Və dostlar, məndən bəzi sürücülər inciyə bilər və mən bunu başa düşürəm. Deyəcəklər ki, bəs min qədər problem var, sən məhz bir-iki dənə səhv saxlayan maşınlardan danışırsan, ümumiyyətlə ödənişli parklamadan danışırsan, hansı ki lazım deyil. Amma dostlar, ümumi olaraq yəni şəhərdə, istər mərkəzdə, istər qıraq rayonlarda yəni sərgəli parklanma, xaosun olmaması, piyadalar üçün şəraitin olması, nə bilim piyadaların stres keçirməmək üçün rahat şəkildə hərəkət etməsi üçün şərait ümumi olaraq şəhərdə aqressiyanı aşağı salır, insanları da xoşbəxt eləyir. Bu haqda biz hal-hazırda kitab üzərində də işləyirik. İnsan üçün şəhərlər, Jan Gehlin əsas prinsiplərindən biridir ki, ictimai məkanlar necə olmalıdır? Həqiqətən səliqəli və hər kəsin belə deyim də maraqlarını düşünən, hər kəsi düşünən şəhər və hər kəsi düşünən infrastruktur şəhəri daha gözəl, daha səliqəli və daha bilindi urbanistik cəhətdən müasir və insanyönümlü eləyir. Dostlar, sizə isə bu mövzular, ödənişli parklanma, ümumiyyətlə bax bu danışdığımız urbanistik mövzular maraqlıdırsa şəhər bölgəsində yaza bilərsiniz. Hansı mövzulara toxunaq, çalışaraq bu haqda da yeni vloqlar çəkək və yeni vloqları buraxmamaq üçün mütləq kanala abunə olun, bildirişləri aktiv eləyin və bizə imkan daxilində də dəstək göstərə bilərsiniz. Bax, description bölməsində, təsvir bölməsində bütün keçişlər olacaq. Sizin dəstəyinizi gözləyirik. Mən sizlə növbəti videoda sağlaşıram. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Hələlik.